Piriformis sindrom. Piriformis sindrom nədir? İnsanın çanaq nahiyəsində yerləşən piriformis əzələsinin arasından keçən oturaq sinirin iltihabı prosesidir. Yəni piriformis əzələsi öz funksiyasını yerinə yetirə bilməyəndə, yəni əzələdə iltihabi proses olanda, əzələdə gərginlik olanda, əzələdə spazm olanda, bu cür hallarda həmin əzələnin arasından keçən sinirin sıxılmasıdır. Piriformis sindromun ağrısı, onu deyim ki, həm bel qrijasının, həm də oturaq sinir ağrısına bənzəyir. Demək olar ki, eyni ağrıdır. Sadəcə ağrının tutma yeri insanın çanaq nahiyəsindən başlayır. Çanaqdan başladığı üçün orada müayinə zamanı biz aşkar edirik ki, bu bel yırtığıdır, yoxsa piriformis sindromdur və yaxud da oturaq sinirin iltihabıdır. Çünki onlar hamısı eyni sinirdən başlayır. Bel yırtığı sinirin başlanğıc yerindən başlayır, yəni bel nahiyəsindən, piriformis sindrom çanağın yuxarı 1/3 hissəsindən, oturaq siniri isə piriformis əzələsinin aşağı hissəsindən başlayır. Sadəcə burada ağrının gedişatına görə, ağrının başladığı yerə görə diaqnozu dəqiqləşdirməsək, müalicəni tam olaraq apara bilmərik. Bəzi hallarda belə xəstələrə oturaq sinirin iltihabı və yaxud da beldə olan disk yırtığı ağrısı diaqnozu qoyulur və müalicə olunur və müalicə zamanı və müalicədən sonraki dövrdə pasiyentdə heç bir fərq olmur. Ən azından 2-3 gün pasiyentin ağrısı azalır. Yenidən həmin ağrılar başlayır. Çünki burada müalicə sırf sinirin müalicəsi gedir. Piriformis sindromda isə siniri müalicə eləməyə ehtiyac yoxdur. Sadəcə piriformis əzələsi müalicə olunarsa, həmin sinirin də iltihabı prosesi keçər və pasiyent heç bir ağrı hiss eləməz.